Qəlbivə hakim ol. Xanım, qoyma qəlbivə, evli xanım qəlbinə yad kişinin məhəbbəti daxil olsun. Necə başlayar? Yazar, pozar, başlayar. Gözünü qorumaz, başlayar. Naməhrəmlə danışıqda həddi aşar, başlayar. Qoyma qəlbivə yad məhəbbət daxil olsun. Allahın qəzəbi var, hədisdə var. O xanım ki, həyat yoldaşı var, amma gözünü doldurub baxır başqalarına. Allah deyir, bu qadına o qədər qəzəblənər. İşdətdə qəzəb o. Qəzəbi şiddətdən Allahın. Nəzarət elə. Olmaz ki, xanım, ailəvi də bədbəxt edirsən, özü də bədbəxt edirsən, övladlarını da bədbəxt eləyəsən. Bəzi xanımlar qorusunlar özlərini. Allaha cavab verəcək. Dünyada gəlir, özü də belə bəlalar dünyaya qalır, bilsinlər. Allah çox aparmır. Allah bir həddə qədər səttardır, qurban olduğum. Birinci başa salar. Bu özü bir başa salma idi, ayıqdır. Olmaz danışmaq. Olmaz da, yəni bilirsən o danışıq səni aparacaq. İndi demirəm, bir nəsə mövzu olar, müəllim tələbi olar, sual verər, bundan işim yoxdur, yəni bir işi olar, bildiyinizdə nə edirəm? Hansı istiqamətə gedərsən sən? Qəlbin çıxdı nəzarətindən. Bacarmıram. Çox da rahat da deyir, bacarmıram. Niyə bacarmırsan ki? Bacarmalısan. Allah qəlbi sənə verib, səni qəlbə verməyib. Hakimi sənsən, o deyil. Şeytan da min dənə də bəhanə gətirir orada, düzür, qoşur. Axı, o sənə diqqət edəmədi, həyat yoldaşın, sənə vaxt ayırmadı, neyniyim, başqa yol. Bunlar hamısı vəsvəsədir. Eşit və bil. Hamısı vəsvəsədir. Hamısı hiylədir. Hamısı səni uçurum üçün hazırlanıb. Hamısı səni bədbəxt eləmək istəyir. Allahdır ki, səni əlindən tutmaq istəyir. Və çıxartmaq istəyir səni o bəladan. Ümid edilən faydalı olar bu çıxış. Nəzarət elə. Kişilər üçün çox danışmışam. Belə, yəni xanımlar deyər, niyə məhz bugün belə oldu? Kişilər nə qədər danışmışam. Elə bütün günü danışıram da. Səbirli adamlardır, mənə qulaq asırlar, sağ olsunlar. Neçə dəfə demişəm belə mövzuları. Muraqibən